ABŞ-da yaşayan azərbaycanlılar və Yəhudi icması dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyini birlikdə qeyd etdilər. Bruklində təşkil olunan konsert proqramı həm musiqi bayramına, həm də xalqlar arasında dostluğun nümayişinə çevrildi. Dahi bəstəkarın okeanın o tayında səslənən ölməz əsərləri onun Azərbaycan və dünya mədəniyyətindəki əvəzsiz rolunu bir daha xatırlatdı. Musiqili gecənin əsas təşkilatçılarından pianoçu Ruslan Ağababayev və digər musiqiçilərin təqdimatı gecəyə toplaşanlara xoş ovqat yaşatdı. İfaçılar Üzeyir Hacıbəylinin ölməz əsərlərini səsləndirərək onun Azərbaycan simfonik və opera musiqisinin əsasını qoyan önəmli bir sima olduğunu bir daha nümayiş etdirdilər. Beləliklə, təntənəli yubiley gecəsi həm musiqiçilərin ifası, həm də dostluq ab-havası ilə yadda qaldı. Sənin ol çərbeyləyən əslinə and içdim inan. Tədbirin təşkilində xüsusi rolu olan Yəhudi İcması Mədəniyyət Mərkəzinin rəhbəri Yakov Abramov dedi ki, biz hələ bir-birimizi görəndə hələ vətənimizdə bir yerdəyik. Belə bir hissiyat yaranır bizdə. Düz görkəmli Azərbaycan kompozitörün yubileyini, 140 illiyini qeyd etməyə çox şadam ki, hamımız bir yerdə yığışmışıq burada. Böyük yerlərdə də biz təşkil edə bilərdik. Ümumiyyətlə, hamınız bilirsiniz ki, bugün deməli, BMT-də böyük görüşlər keçir. Ona görə çoxlar gələ bilmirlər, amma hamısının sağlamları var, hamısını zəng qrup demişlər. Gələcəkdə də biz müəyyən tədbirlər təşkil edirik. Periyodik olaraq hamımızı dəvət edəcəyik bura. Azərbaycan Yəhudi icmasının gələcəkdə də bu cür tədbirlərlə Azərbaycan mədəniyyətini ABŞ ictimaiyyətinə daha geniş təbliğ etməyə qarşısına məqsəd qoyduğu diqqətə çatdırıldı. Günel Feyzullayeva, Tofiq Ağayev, Mira TV, Brooklyn, New York.